Mən Qabı, bu gün sizlərlə birlikdə sərimizə qaldığı yerdən davam edirik. 6-cı ligdən 1-ci liqə yüksəlməyə. 5-ci liqə yüksələcəyik bu gün. Artıq karantin oldu 5-ci liqə çıxmağımız. Bu maçlarda olsa elə belə demək olmaz hələ ki. Dostlar, bu arada dəqiqə başı yazırsınız Qarabağ karyeri ilə. Dostlar, bu karyeri bitirim, onu çəkəcəm karyeri. Yəni ikisini bir yerdə də çəkə bilərəm. Yəni bu karyer bitəndən sonra da çəkə bilərəm. Bu karyer yəqin ki bir 21 bölüməcədə bitirərəm. Elə fikirləşirəm. Çünki hələ 6-cı liqdir. 100% bu bölüm 5-ci liqə yüksələcək. İstəyirsiniz çox uzatmadan maçlara keçək. 57'lik cıbeyləri var. Heç bir işimizə yaramır. Takımdan ayrılanlar olacaq, təzə gələnlər olacaq. Gördüyünüz kimi garantiləşir daha çox getdikcə liqdən çıxmağımız, 5-ci liqə girməyimiz. Bunun 24, bunun 25. Bununla yollarımızı ayıra bilərik məncə. 57'liyle satdıq getdi. Sezonun tarmağına az qaldı. Ben devam edeyim. Taktikimiz dostlar bu arada belədir. Dostlar, videoları izlənmələr gəlir, amma like'lar gəlmir. Biraz like'ları yüksək saxlayaq da. Hər videoda demək olar ki 4 like keçəmirik. Yəni belə neçə dəqiqəlik video çəkirəm. 4 like nədir ki biz o keçəmirik. Hər video 4 zad like gəlir. 4 dənə zad elə. Bunu biraz 10 eləyək, 15 eləyək, 20 eləyək. Gedin başqa kanallara baxın. Görün mən kimi balaca 30 neçə kanal abunəsi olanlar video atır hər gün. Yox. Amma mən atıram. Amma evlədə abunə gəlmir, izlənmə gəlmir, like gəlmir. Biraz bunları yüksək saxlayaq. Adam yoxsa həvəsdən küsür. Sıradakı maçımız 58'i hiçbir şey yaramır. Sağda 1-2-0. Lig gol krallığın zadını göstərim sizə. Bizə heç kəs yoxdur, sizə də heç kəs yoxdur. Sezon bitir demək olar ki. 6 ruhları yox, heç işe yaramır. Və 5-0 utduq və birinci üzü maçlar nə qədər maç qalıb? 3 dənə maç qalıb 5-ci liqə yüksəlmək üçün. Bunlardan heç kəsi utsaq da götürməyəcəyik. İşe yarayan heç kəsi yoxdur onlardan bizə. 4-0 bunları da utduq. Demişdim dostlar sizə, yadınıza gəlir bu ligdə qaldıq bir sezon daha. Dedim 100% biz yüksələcəyik. Çünki güclü komandalar yüksəldi 5-ci liqə. İndi kümə tükürlər. Görürsüz, bax bunlar yüksəlmişdi. İndi kümə tükürlər. Görürsüz, yəni bunlar 6-cı liqin güclüləri idi. Çıxdılar 5-ci, biz güclü olduq 100 ligdə. Avtomatik olaraq. Bunlardan 60'lıq forvet deyəmə heç bir işə yaramır. Amma qəşəng kadroları var. Məncə bizdən sonra bunlar da güclü ligdə. Çünki qəşəng kadroları var. Və dostlar, bu arada bura izləyənlər varsa buracan deyirəm, bilin. Bu hər uçduqca qarşı tərəfin ən yüksək oyuncusunu götürüyor, amma bizim kadromuza ilk 11'e girəcəksə götürüyor. O vor aşağıdırsa götürməyəcəyik. Onu başdan deyim. Bunlarda 57'lik qapçı, bizimki 59'luqdur. 1-1 bərabərə qaldıq. Nə oldu? Bitti sezon. Playoff'lar oynanır burada gördüyünüz kimi. Biz ama playoff'dan yüksəlməyəcəyik, birbaşa yüksələcəyik birinci olduq deyə. Bu nədir? Biz final oynayırıq. Bunların kadrosuna baxaq. Kubok alacaq ki görəsən. 61 cıbeyləri var. Dostlar, o sağ adın qeyd edeyim. O ola bilsin ki başqa 5-ci liqə keçəndə götürə bilər. Çünki son maç kimi görsənir.
Onun adını qeyd eləyəcəm, bu 61-liyin utsaq o da. Və bəli dostlar, onun adını qeyd eləyim. Qeyd elədim dostlar. Və bəli, 6-cı ligin qazananı olduq. Kubokunu qaldırdıq 6-cı ligin. Burada ölkələrin maçı təxmini oynanır. Bəli, sezon bitdi. Və bəli, Haaland, Mbappe bunlar qazanıb. Serfini də çəkdirək. Və buradan baxırıq. Buradan pullar verir. 267k verdi 5'e yüksəldiyimiz için. Və 5-ci ligin takımları. Bu da bir dənə güclü. Gözümə bu görünür. Çox güclülər bunlar. Sonra bu da güclü takımdır. Amma deyəsən çox zəif düşüblər. Ha bunlar. Sonra bunlara oyuncu satmışdıq. Və fisyo belə 6-cı liqa baxaq sizlə. Burada S liginə düşməlidirlər deyəsən. Bu görürsünüz dostlar. Liglərdə yollar kim 5-ci liqə yüksələn 6-cı liqə düşüb deyə biraz yoxdular, kimidirlər. Bizə 53 BMU verdi. Sağ olsun, komuza qoyaq. Dostlar, oyuncusun birinci transfer edeyim, unutmuşduq onu. Xəttimizi qoyduq. Bunu belə eləyək. Niyə belə oldu? Niyə belə oldu bu? Oyunçunun adını düzgün yazıram axı. Niyə belə oldu bu? S qoyuram, ə qoymalıymışam hə. Ə-də də olmadı. Bildim, xətti basmayacağam. Nə oldu? Burada çox vaxtımız getdi bizim. Axırıncı oyuncusunu götürə biliyor axırı. Buna 380 versən verər görəsən. Satdı bəli. Oyuncumuz gəldi. Bu da İngiltərəlidir. Çox oyuncumuz əməkli olub, o pis olub. Çox cübeylərimiz var. Birini satacağım. Bir sezon zat keçəcəm dostlar. Görüm transfer təklifi zat gələcək. Bunlardan heç kəsi götürməyəcək. Bərabərə bitdi. Alman oyuncuya təklif gəlmədi. Bunu satmıram. Bunu elə istəyə göndərirlər. Bu kimdir? 56'lıq ağamı. Nə qədər verir? 2K fazladan verir. Məncə elə sataq getsin. Çox qocadır həm də. Getdi o. Bu 55'liyi də sataq geçsin. Bu da çox qocadır. Çox oyuncu ilə yollarımızı ayırırıq. Sonra burada yaxşıyıq məncə. Bu 57'liyi də çox qocaldı. Qolu da sataq. O bizim qol kralımız idi. Dostlar, yadınıza gəlirsə. 6-cı ligdə opsi bölümdən çox qollar atırdı, amma satmaq məcburiyyətində qaldıq və kadromuzun son hali
Gördüğünüz kimi. Bunlarda kim var? Oo, 66'lıqlı be. Bosniya komandasıdır. Utsaq bir dənə götürək. Udağın uşaqlar. Bərabərə bitdi, heç nə olmaz. Burada kubok maçları oynandı. Və lig başladı dostlar. Hazırlıq maçımızın birində ikisində də bərabərə bitdi. Və lig başladı. Çox maraqlı olacaq. 64'lük amı. Ona ehtiyacımız yoxdur, amma dostlar onun yerinə 61'lik qapçıların götürərik. Ya da ki hayır 61'lik qapçıların götürərik. Utsaq. Amma güclüyük biz onlardan belə baxanda deyəsən. İlk maçımızda bərabərə. Lig başladı, sürətli. Bunlarda 66'lıq santrafor nədir axı? Utsaq götürək. Onların santraforu yerinə başqa nələri var? 62'lik rırı. Utsaq onu götürək dostlar. O da utsaq. Biz amma onlardan biraz güclü görsəndik. Ayaq şırın. Çox gol yeməyin. Uduzduq onlara. 59'lıq amıları var bunların. İşə yaramır. Bizə zəif komandadılar uşaqlar. Dağda bunları ta. Görün komandanın hücuma atın çıxqan. 1-0, 2-0, 3-0, 4-0. 7'liyə inindən özümüz ata bilsək qəşəng olar. 4-cü turduyuq. 60'lik amılar. 62'lik amı dostlar CB'ni götürək. Çünki o 62'lik amılar işə yaramayacaq. Hadi uşaqlar ilk qələbəmizi götürək. Və ilk qələbəmiz bunlardan bu 62'lik CB'ni götürürəm. Dostlar oyunçunun adını qeyd elədim. Kubok maçlardır bunlar, keçək. Deyəsən. Ay yeniləmə də, mən sənə deyirəm yenilə. Gəl o xətti basmayam, nağaram mən elə dəqiqə başı öz-özünə. Hüseyin yeniləmədi. Nə idi bu? Z idi, hə. Z. Oyuncu daha dostlar İskoçyalı. 30 yaşı var. Buna mən bir 400k verim. Qəbul elədi. Defansımız 61'dir. 61 oldu elə. Və bəli dostlar, kadromuzu göstəreyim. Bunlarda heç kəs yoxdur. Bu nə də? Rəqibimizin başda şeylər bilinmədi, amma sonradan bilindi. 62'lik CB. Şey yaramayacaq. 62'lik BM. O da işə yaramayacaq. Dostlar, əgər bu maçı utsaq bir oyuncumuza artı 2 verərik. Çünki bunlarda heç kəs işə yaramır. Utduq da elə. Gələk buradan bir oyuncumuza artı 2 verək. Ben bura artı 2 vermək istəyirəm. Dostlar, bu mövqeyimiz çox zəifdir. İndi bura 59'luq bir dənə oyuncusu götürək. 22 yaş olsa qəşəngdir. 59'luq olsun da ta. Buram. Dostlar, ancaq 60'lıq götürə bilirik. 59'luq yoxdur çünki. Onda bir dənə biz 60'lıq götürək. Bu Premier Liga takımıdır. Ha, onlardan oyuncusunu götürək. Dostlar, ancaq 60'lıq götürə bildik. Çünki 59'luq oyuncu yox idi. Siz də gördünüz. Bunu qoya bura. Bəlli biri oynasın, oynamasın. Satak geçsin, inni olsa.
Ya lazımdır, lazımdır. Buradakı 51'liyi sataq. Satdıq. Kadromuzu göstəreyim. Dostlar, bu arada bu bayrağı adımdan çıxdı adı. Üstündə indi görsünüz ağ, yaşıl bir də sincap şəkli var ortasında. O bayraqlı oyuncular çoxdur bu Premier Liqada. Bu İngiltərə Liqasında. Transfer xəbəri çıxdı. Yox, çıxmadı dostlar. 400K-lıq transferi nəyə çıxacaq? Görüm onlar hansı Premier neçənci liqdədirlər. Premier Liqaya takım edir. O 2-ci liqdədir olar. Ha dostlar, bu daha bunlardan transfer etdik. 2-ci liqdən 5-ci liqa adam gətirdik. Bunlarda 62'li RB var. Bizə elə oyuncular lazımdır. Başqa tür oyuncular ver. 64'lü bunu da lazımdır. Utsaq elə dostlar yenə artı 2 verək. Çünki bunlarda yenə belə oyuncu yaxşı yoxdur. O 5-0, 6-0 nə idi? Darmadağın elədi rəqibi. Artı 2'ni dostlar indi. Dostlar buna verəcəm indi. 59'luq olsun qora. Yaş cavan olsun istəyirəm. Dostlar yenə 59'luq oyuncu yoxdur. 59'luq oyuncuların olub elə bir soyuzadı bitib. Yo var da. 31 yaş var. 200 versəm gələr, görəsən, yaxşı 300. Gəldi. Çox qəribə bayraq ölkələrindən transfer edirik. Qəribə bayraqlardan. 52'liyi sataq geçsin, heç bir şey yaramayacaq. İngiltərəli oyuncuları azaldırıq, fikir verdinizsə. Kadronu da göstəreyim. Kadromuzun 5.6 milyon dəyəri var. İngiltərəli üzü oyuncular ilk 11'də yoxdur çox. Buradan 65'li yağmı. Bu da işə yaramayacaq. Dostlar, utsaq yenə artı 2 verək. Və bəli, yenə artı 2 veririk. Artı 2'in santrafora yox. Qapçıya verəcəm, bu 61'lik olsun. Amma qapçı da cavan olsun da, takocu olmasın ki. Baxın, bu daha 22 yaşı var. 17 yaşı var. İtalyan. Biz 61'lik idi. 18 yaş. 17 yaş. Maalesef onu götürə bilmədiyimiz için kimi götürək? Hacının takımında oynayandan götürəcəm, bunu götürəcəm. İngiltərəlidir bu da, hə. Qoyduq ilk 11'ə, bunu sataq geçsin. Bunu da satdıq. Və bunlarda dostlar deyim. Dostlar, buralarda 66'lıq RB var, uçaq götürə bilərik. Çox güclü olarıq. Hadi bıraxma qol, qapı, bıraxma qapı. 1-0 və oyuncusunu götürürük. Qobra gələk. Və bəli dostlar, oyuncusun adını qeyd elədim, indi gəlib götürək. O qırmızı vərəqə görənim mən. Bəlkə də qol bıraxmayaq, görüb o görə. Məncə balacan idi, hə. A. Dostlar, oyuncu bu daha. Buna 650 versəm verər. Verdi. Bunu qoyaq bura.
62'lik bu gəlişənə oxşayır. Bunu bir sözünə alaraq. Bunu qoyaq bunun yerinə. Bunu sataq geçsin 59'luğu. Satdıq getdi. Burada uyğun qırmızı kart görməyə işi poxladı yüzü. Heç nə olmaz. Və bəli, rəqibimiz sıradakı 62'li yağmı. Olsa bunlarda heç biri yoru 62'li var bunların. Saq götürək o. İşə yarayır. Bütün kadro dostlar 60 üstüdür. Bu oyunçunun adını qeyd edeyim. Qeyd elədim dostlar oyunçunun adı. Buradan gələk. Xət. Bax. Burada yenə hardadır səhv ki. Mən bu xətti bezimi qoymaqdan bu. M-ni qoyuram. A-V. E-V4 o deyəsən. Dostlar bir də buraya izləyənlər varsa, axıracan izləyirsiniz videonu yazarsınızsa. Yoxsa elə girib like qoyub çıxırsınız. Sizcə dostlar oyuncu bu daha. Buna 400 verəcəm. Gəldi. Üstümüz 60 idi. Oldu 61. Üzey bunu sataq. Ya yox bu kömək eləyər. Qoy bunu sataq. 51'liyi. Getdi bu da. Və dostlar istəyirəm burada bölümü bitirəm. Çünki uzun oldu biraz bölüm. Bu maçlardakı bir eləyərik opsi bölümlərdə. Gördüyünüz kimi ligdə 2-ci sıradayıq. Birinci ilə aramızda 3 fərq var. Gol krallığını göstərim sizə. Bizdə belə oyuncularımız var. Asistdə də belədir. Sizin üçün dostlar 6-cı ligdə göstərim. Evet, bunlar dostlar kimə düşənlərdir. Buradakı dostlar yüksəlmişləri 5-ci lig. Onlar da bunlar da 6-cı liqə düşənlər təzədən. Baxın elə biri bu. Və bəli dostlar biz 5-ci ligə yüksəldik bugün. Gördüyünüz kimi kadromuz belədir. Kadromuzun dəyəri 6.2 milyondur. Eblə yaxşı kadromuz olmasa da amma düşünürəm yaxşı gedirik. Qalilelli oyuncularımız var. Videonu dostlar nə deyim, bəyəndiysəniz biraz like'ları yüksək tutaq. Sağ olun, gələn videolarda görüşərik.